İyunun 26'sında Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntılar intensiv olacaq, şimşək çağacaq. Şimal-qərb küləyi əsəcək. Temperatur gecə 19-23, gündüz 26-31 dərəcə isti olacaq. Naxçıvanda da hava əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə az yağış yağacaq. Havanın temperaturu 24-27 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensivləşəcək, güclü olacaq, şimşək çağacaq, dolu düşəcək ehtimal var. Gecə və səhər duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 19-22, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 17-22, bəzi yerlərdə isə 24-26 dərəcə isti olacaq.